Mənim əzizlərim, davam eləyirik Oxatan bürcü ilə 2026-cı ildə ümumi olaraq özət keçək. Oxatan bürclərini nələr gözləyir? 2026-cı il Oxatanlar üçün münasibətlər, maliyyə öhdəlikləri, daxili transformasiya, həyat tərzinin dəyişmə ili olacaq. Daha dərin düşünəcəklər, riskləri ölçəcəklər və uzunmüddətli qərar vermək məcburiyyətində qalacaqlar. Onsuz da perspektivi olan işlərə baş qoşacaqlar. Başqa işlərə başlamaq fikirləri yoxdur. Yəni ki, qəti qərarlıdırlar bu barədə. Planetlərin transitlərinə baxdıqda isə görürük ki, il boyu Pluton dolçada olacaq. 3-cü evinə təsir eləyir Oxatanların. Düşüncə tərzinə ünsiyyət, təsir, yaxın çevrə dəyişikliyi ilə bağlıdır. Saturn Qoçdadır. 13 fevraldan 13 aprel perioduna diqqət etsinlər. Saturnun Qoçda olmağı Oxatanların sevgi, uşaqlar, yaradıcılıq, risk mövzularına toxunur. Yəni sevgidə ciddiləşmə, uşaqları, yəni ki, öhdəliklərini üzərinə götürmək, yaradıcılığa ciddi yanaşmaq. Yupiter xərçəngdə ortaq maliyyə, kredit, miras, psixoloji dərinləşmə mövzuları Oxatanlar üçün aktiv olacaq. Il boyu Uran əkizlər bürcündə olacaq. Bu münasibətlərdə gözlənilməz dəyişikliklərdən danışır. Ani tanışlıqlar ola bilər, ani qərar verib ayrılıqlar baş verə bilər. İl boyu Neptun Qoçda olacaq. Romantik mövzulara, sevgi, yaradıcılıq mövzularına toxunur. Bu da daha emosional, duygusal bir il olacaq. Oxatanlar bilirsiniz ki, azadlıq aşiqləridir. Siz məsuliyyəti üzərinizə götürməklə, yəni ki, planlı hərəkət edərək azadlığınızı qalıcı edə bilərsiniz. Belə mənim əzizlərim, indi gəlin davam eləyək. Bunlar bizə nələr deyir? Yanvar ayı. Yanvar ayı maddi öhdəliklər, xərclər ön planda olacaq. Psixolojik dərinlik artır. Yəni ki, hissləriniz sizi aldatmır, tamamlanma enerjisidir, mümkün olmayan heç nə yoxdur düşüncəsidir. Fevral ayına baxaq, Saturndan Qoça keçid. Sevgi münasibətləri sınaqdan keçəcək, görək nə göstərir. Məsuliyyət, öhdəlik götürməlisiniz, ön plandasınız, dəyişiklik edirsiniz. Çox düşünüb, yəni alınmayan bir şeylər üçün çox düşünməyin. Amma ciddi qərarlar verəcəyiniz bir ay olacaq. Mart ayı. Mart ayında sənədlər, ünsiyyət aktivdir. Çox intensiv olacaq. Sağalma dönəmindəsiniz. Təkliyə çəkilə bilərsiniz. Bu ola bilsin ki, tək özünüz hansısa bir qısa səfərlər də edə bilərsiniz. Yəni, bu faydalı olacaq sizin üçün Mart ayında. Çünki yeni ideyalarınız tez həyata keçirmək üçün müəyyən bir müddət tək qalıb qərar verməyiniz vacibdir. Aprel ayı Oxatanlar. Aprel ayında Oxatanlar üçün sevgi, yaradıcılıq mövzuları ön planda olur. Baxırıq ki, sevgidə biraz üzgün, kədər ola bilər. Amma hər şeyin yəni ki, dönüşüm vaxtıdır. Riskli qərarlardan çəkinin. Amma yenə də deyirəm, emosional məsafələr hiss edilə bilər və bu sizə motivasiyanızı, duygusal, yəni ki, uzaqlaşma hissi yarada bilər. May ayına baxaq Oxatanlar üçün. May ayı da iş rejimi və sağlamlıq diqqət mərkəzində olmalıdır. Ümumiyyətlə, hər şeyi axışına buraxın. Özünüzü nədəsə günahkar hiss edirsiniz. Fiziki və ruh balansı vacibdir. Nənsə vaxt keçirmək istəyi ola bilər, başa düşülmək istəyirsiniz. İyun ayı, Yupiter xərçəngdə olar, baxaq. Maliyyə mövzularında ani qərarlar verməyin. İmkanlar artır maliyyə baxımından. Miras, ortaqlıq, yeni iş imkanları, amma ani qərarlar verməyəsiniz. Psixolojik olaraq güclənmə dönəmidir sizin üçün. İyul ayı. İyul ayı daxili transformasiya dövrüdür. Sanki keçmişdə qoyub, yəni ona artıq məhəl qoymursunuz. Yeni yaradıcısınız, yeni mənbələr aşkarlamısınız, artıq köhnə qorxularınızı buraxmısınız. Bu maliyyə baxımından da planlaması edirsiniz və yeni mənbələr tapmışsınız. Sizin üçün önəmli aydır. Avqust ayı. Avqust ayı hüquqi mövzular aktivləşən bir aydır. Uzaq səfərlər üçün yaxşıdır, əməkdaşlıqlar üçün yaxşıdır. Sevgi münasibətlərində
biraz soyuqluq hiss oluna bilər. Sentyabr ayı, Saturn yenidən Qoça keçir görək. Sevgi həyatında münasibətlərdə çiçəklənmədir. Yəni ciddi qərarlar verməlisiniz, məsuliyyət üzərinizə götürməlisiniz. Çox overthinking, çox düşünməyəsiniz. Münasibətlərdə ya tamam ya da davam enerjisidir sizdə. Qərar vermək məcburiyyətindəsiniz. Oktyabr ayına baxaq. Oktyabr ayı kontrolu əlinizə alın. Yeni üfüqlərə yol açırsınız. Əməkdaşlıq önəmlidir. Bu, gələcək planların yenilənməsi üçün mütləqdir. Kollektiv işlərdə uğur deməkdir. Nəzarət, yəni iplər sizin əlinizdədir. Noyabr ayı. Noyabr ayında enerjinizi qoruyun. Uğur sizinlədir. Sakit, istirahət ola bilər, gizli planlarınız ola bilər. Ruhsal təmizlənmə dövrü ola bilər. Sakitliyə çəkilə bilərsiniz. Daxilə çəkilmə dövrüdür. Dekabr ayı oxatanlar üçün çox gözəl. Günəş oxatana keçməklə yeni şəxsi il başlayır. Uran münasibətlərdə sürprizlər gətirə bilər. Balansı qoruyursunuz. Yeni başlanğıclar üçün çox güclü bir dönəmdir. Hər şeyin artıq fərqindəsiniz. İli uğurla başa vurursunuz. Belə. Bir kart çəkək. 2026 oxatan enerjisi. Kiçik lükslərdən zövq alın. Tek başına zaman keçirmək sizə xoş ola bilər bu il. Çox uğurlu biznes qura bilərsiniz. İliniz çox uğurlu gəlir. Əziz oxatanlar, 2026 qoy sizə düşərli il olsun.